Kirayə mənzil qiymətləri artacaq. Gündəm xəbərin efirində 25 oktyabr tarixdir və bir xəbər diqqətinizə çatdırırıq. Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsi haqqında qanuna əsasən yaşayış evini kirayə verən şəxs aylıq gəlirinin 10% məbləğində vergi ödəyəcək. Hazırda isə 14%-dir. Amma demək olar ki, ödəniş həyata keçirilmir. Səbəb isə kirayə müqaviləsinin bağlanmamasıdır. Buna əmlakçılar da təsdiqləmiş olur və onların sözlərinə görə ev sahibləri müqavilə bağlamağa maraqlı deyirlər. Müqavilə bağlananda da onlar kirayə haqqını az göstərirlər. Bunlar da burada əsasən məsələ nəzarətin gücləndirilməsindən gedir. Bəs bu nəzarət hansı formada olacaq? Bununla bağlı isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlama verib. Sədr açıqlamasında bildirib ki, müvafiq icra qurumları bu vergilərin yığılmasından çox böyük önəm verəcək. Çünki hazırda 80%-dən çox bu cür kirayə münasibətləri rəsmiləşdirilməmiş olaraq qalıb və bu qanunsuzdur. Yəni İnzibati Xətalar Məcəlləsinə görə 40 manata qədər cərimə etmək mümkündür. Bəs məcburi kirayə cəlb etmə qiymətlərin artımına səbəb ola bilərmi? Sədr bununla bağlı qeyd edib ki, bu artımdan sonra istər-istəməz qiymətlər artacaq. Yəni sahibkar vergi verir deyə bu da qiymətlərə öz təsirini göstərmiş olacaq.